də sağ qoyub İsmailova. Və hətta buna etiraz edən anasını da edam elədi. Yenə tarixi faktı saxtalaşdırmaq və ya yalan məlumat vermək. Şah İsmailin anası Şah İsmail fətihlərində, şah olmasında, irəliləməsində həmişə dəstək olmuş, ona öz təşəkkürünü bildirmişdir. Çünki Şah İsmail öz anasına təbii ki, yaxşı baxırdı. Anasının fərqli əqidəsi olması onun üçün bir problem deyildi. Çünki Şah İsmail fərqli əqidə olanlara da pis yanaşmırdı. Şirvanşahlarla sünni olmaqlarına baxmayaraq qohumluq əlaqəsi qurmuşdu. Ağqoyunlularla yenə də qohumluq əlaqəsi qurmuşdu. Yəni bunların hamısı fake məlumatlardır. Anası ölməyib, analığı öldürülüb ki, o da demək Şah İsmailin atası Şeyx Heydər 1488-ci ildə öldürüləndən sonra onun qatillərindən biri ilə 3-cü həyat yoldaşı, yəni cariyəsi evlənir. Şah İsmail taxta gəlib hakimiyyətə gələndən sonra 3-cü həyat yoldaşına bəzi təkliflər edir. O onu da rədd edir və bu səbəbdən artıq onun ölümü vacib olur, təbii ki, öldürür. Amma anası həmişə yanında olub, yəni bunların hamısı fake məlumatlardır.